Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA 11 Liqası sabah Binə görüşünü sizlərə təqdim edirik. Qeyd edim ki, bugün Binə komandasının 9 nömrəli futbolçusu Məhəmməd Sahabovun doğum günüdür. Onu da bu münasibətlə ürəkdən təbrik edirik və dərslərində və futbolçu karyerasında ona uğurlar arzu edirik. Mərkəzdən Binəlilər topu oyuna daxil etdi. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda Binə göstərilir. Qapıda 99 Sadiq Sadiqov, 5 Əli Bəbirzadə komandanın kapitanıdır. 7 Raul Səfər, 9 Məhəmməd Sahabov, 10 Adil Cəfərzadə, 11 Nihat Ağayev, 19 Musa Xanbabayev. Komandanın baş məşqçisi Anar Kərimovdur. Digər futbolçularla sizi tanış edirəm. 6 Eldən Zəxundov, 14 Ayaz Əlizadə, 8 Rinat Heydərov, 44-cü qapıya zərbə indirildi. Süleyman İlyaslı, 20 Abbas Əlizadə, 17 Çingiz Abbasov, 18 Adəm İbayev, 12 qapçıdır Murad Səfərli, 77 Hüseyin Əhməd. Sabahda bir nömrə Mehdi Camalzadə, 2 nömrə Ruhit Hüseynli komandanın kapitanıdır. 4 Mehdi Qocayev, 10 İmran Acalov, 15 Eldar Məmmədxanov, 20 Mehraz Zeynallı, 45 Həsən Teymurov. Komandanın baş məşqçisi Məhərrəm Müslümzadədir. Qapı istiqamətindən zərbə indirilir. Həsənin zərbəsi top qapının yanından keçir. Sabahda digər oyuncular 14 Mikail Əliyev, 11 Raul Aslan, 7 Muhammed Haqverdiyev, 8 Yusif Hacıbala, 21 Mehrac Qəhrəmanlı, 17 Rəsul Yaqubov, 5 Yusif Bəbirov, 12 Onur Məmmədlidir. Küncdən zərbə ilə səhv etmirəmsə Künc bayrağına görə bilmirik. Yusif Hacıbala komandanın 8 nömrəli oyuncusu, bəli, odur, topu oyuna daxil edir. İçəriyə başla, qapıya zərbə və hesab açılır. Görüşün ikinci dəqiqəsində Sabah qol vurur. Mehbalanın qoludur, 21 nömrəli oyuncu. Topu başla qapıdan keçirdi. Hücum davam edir. Ruhit. Onun o məsafədən çox təhlükəli zərbələr olduğunu bilirik. Mehbala geriyə oynuyor. İrəliyə indi ötürmə ünvanına çatmadı, zərbə hesab bərabərləşir. Binəlilər 2 dəqiqə sonra Nihat Ağayevin qolu ilə hesabı 1-1 edir. Saxlamadan topu qapıya göndərir. Hakim Səbuhi İbrahimzadədir. Onu da sizə təqdim edərək İmran mərkəzdən topu oyuna daxil edəcək. Oyunda yenidən bərabərlik var. Binə komandası irəlidə pressing təqdim etməyə çalışır. Sadiq komandanın 99 nömrəli qapıcısı topu oyuna daxil etdi. Adil İrəliyə doğru ötürmə. Sabah komandası topu qazanır. Qapı istiqamətindən zərbə. Sadiq əla reaksiya göstərərək bu topun qarşısını kəsir. Daha bir küncdən zərbə. Bu dəfə də Yusif Hacıbala topu oyuna daxil edəcək. İçəriyə doğru ötürmə. Sanki az önceki epizod təkrarı və nəticədə qolla yadda qalır. Sabah oyuncuları 45 nömrə Həsən Teymurov. Sadiq Eldar ondan əvvəl topa çatmağa çalışır. İndi qapı istiqamətinə zərbə. Bu da qolla nəticələndi. Mikail Əliyev Sabahın 14 nömrəsi. Outdan Nihat topu oyuna daxil etdi. Binənin hələ ki oyunda vurdulan yeganə qolu müəllif Sabah daha bir hücum qurmağa çalışır. Muhammed zərbə. Bu da qolla nəticələndi. Artıq Sabah təhlükəli olmağa başlayıb, hücumlarının kəsərini artırıb. Sadiq Sabahın irəlidən də çoxlu təşkil etdiyini görürük və Sadiq bu dəfə bu zərbənin qarşısını kəsir. Daha bir küncdən zərbə Sabah yerinə yetirəcək. İçəriyə doğru ötürmə. Başla qapıya zərbə.
Mehraç komandanın 20 nömrəli oyuncusu. Bir də komandası görək buraxılan qollardan bir nəvəzinə çıxa biləcək mi? Sabah soldan daha bir cüngülmağa çalışır. Mehraç Zeynallı geriyə oynayır. Bir qədər də geriyə. Mehdi. Mehraç. Eldar yaxşı keçdi rəqibinin qapıya. Daha bir zərbə. Muhammed 3 dəqiqə ərzində 2 qol vurmağı bacardı. Eldar Məmmədxanovun ötürməsini xüsusilə qeyd etmək lazımdır. Həmin epizodda paxıllıq etməyərək topu komanda yoldaşı Muhammedə verir. Muhammed indi cərimə zərbəsindən topu oyuna daxil etdi. Mərkəz istiqamət ötürmə. Geriyə. Sağ ötürmələr. Sağlı oynayır Muhammed. Bu dəfə qapçı. Sadiqov. Mehdi başladı. Geriyə yenidən Mikail və indi qayda bəli pozuntusu qeyd aldı hakim. Bu qol qeyd alınmayacaq. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Muhammed çevrildi, alladıcı hərəkətlər. Mərkəzdə oynayır. Mikail. Mikail ilə eyni gözəlliklə rəqiblərini keçməyə çalışır, amma Binə komandası topu qazanır. Və hakim ilk hissənin bitdiyini bildirir, qısa faizli ayrılır. Hörmətli futbol azarkeşləri, ikinci hissə başladı. İlk hissədə Sabahın üstünlüyü olduğunu gördük. Ruhit. İnanmaq istərdik ki, ikinci hissədə hər iki komanda gözəl oyunla yadda qalar. İmran sağlı oynayır. Mehbalı istiqamətini edilmiş bir ötürmə. Muhammed az qala rəqibdən topu almağı bacaracaqdı. Yusif. Sabah. İmran. İmran'la ötürmə yox, keçmir. Ruhit Hüseynli. Kapitan. Ötürməsi. Həsən. Yusif'dən. İçəriyə bir ötürmə idi. Outdan Sabah topu oyuna daxil etdi. İndi bəli hakim Məhəmmədə qarşı qayda pozuntusu qeydə alır. Ruhit qaydanı pozmuşdu. Binə komandasının bugünkü oyunda vurulan tək qolunun müəllifi Nihat Ağayev cərimə zərbəsindən topu oyuna daxil edəcək. Hakimdən də işarə gəlir. İçəriyə doğru ötürmə etməyə qərar verir və uğurlu alınır. Binəlilər daha bir gol vurur. Süleyman İlyaslı topu başla qapıdan keçirir. Ruhit. Daha bir out. İleriye doğru ötürmə. Yeniden Sabah komandası topu kazanır. Raul'dan allacağı hərəkətlər. Qeyd edim ki, bu oyundan sonra Gol TV'də U11 liqasının daha bir oyunu sizlərə təqdim olunacaq. Modelin Pirallahı ilə qarşılaşacaq. Teymurov. Onun bugünkü oyunda bir golu var. Binələr topu kazanır. Ağayev daha bir gol vurur. Nihat Ağayev bugünkü oyunda 2 golla yadda qaldı. Və Yüngül də zədə alır. Sadiq top oyuna daxil edir.
Muhammed. Muhammed'den içeriye qapçı topu qaytarır amma burada Mehrac. Özünün ikinci komandasının səhv etmirəmsə 7-ci qolunu vurur. Binə komandası isə bugünkü oyunda 3 qolla yadda qaldı. Və hakim indi burada davam işarət verir. Muhammed istiqamətində. Muhammed sol ayağı ilə qapıya zərbə. Top toru çöldən silkələyir. Hörmətli futbol azarkeşlər, artıq görüşün sonlarına doğru gedirik. Hər an görüşü idarə edən hakim Səbuhi İbrahim Zahidə oyunu bitirə bilər. Yəqin ki, sabaha bir hücum şansı verəcək. Eldardan alınacağı hərəkətlər onun qarşısı kəsilir. Və görüş bitdi. Hörmətli tamaşaçılar, sağ olun gələn görüşlərə dək.